Öz varlığını sübut eləməyin birinci yolu odur ki, başqalarının getdiyi yolla getməyəsən. Çünki yolundan çevirməyə çalışanlar çox olacaq. Eləmə. Mən eləmişəm, nəticəsi olmayıb. Bunu biz çox insandan eşidirik. Valideynlərimiz qarışıq, dostlarımız ya ətrafımızda tanış olan insanlar da var bunun içərisində. Bizə bunu eləmə deyən adamlar həmişə qorxurlar. Amma bu qorxular iki yerə ayrılır. Biri doğrudan da bizdə alınmayacağından bizim də üzüləcəyimizdən qorxur ki, məndə alınmamışdı ya bir tanışım var idi, onda alınmamışdı. Səndə alınmaz. Səndə də alınmaz birdən kədərlənərsən, qorxusu ilə bu israrı eləyirlər ki, əslində bu da doğru deyil. Dində alınmayıbsa, bu o demək deyil ki, məndə də alınmayacaq. Bir neçəsində də alınmayıbsa, yenə də o demək deyil ki, məndə alınmayacaq. Bu qorxu ilə insanları təcrübədən saxlamaq olmaz. İkinci qrup insanlar, onlar da qorxurlar əslində. Onların qorxuları isə səndə alınmağıdır. Bax, çox vaxt sənə israrla eləmə, mən elədim, alınmadı, heç vaxt bundan nəticə ala, bundan heç cür nəticə ala bilməzsən. Bu sən fikirləşdiyin kimi asan deyil deyən adamların çox vaxt qorxuları sən eləyib səndə alınmağı olar, çünki özlərinə inamları qırılacaq. Əgər sən bacarsan, bu onların illərlə inandıqları bacarılmayan inancını qırmış olacaq. Həm də bu sadəcə sənin uğurun deyil, onların özlərinin uğursuzluqlarının güzgüsü deməkdir. Və insanlar daha çox o güzgüyə baxmağı yox, səni dayandırmağı seçirlər. Çünki bu daha asan yoldur. Əzab verici deyil onlar üçün.